Sağlam qidalananlar üçün ya pəhrizdəsinizsə, ya heç pəhrizdə deyilsinizsə, sizinlə möhtəşəm bir resept paylaşıram. Toyuğun sinətini çəkirəm. Üzərinə 2 ədəd rəndələnmiş kök, 1 ədəd rəndələnmiş soğan, yumurta, duz, istiot zövqə görə, paprika və biraz da kimyon əlavə edirəm. Yaxşı qatışdırıram. İçdiyi üçün isə 2 yemək qaşığı labni, 1 ədəd qırmızı şirin bibəri labninin üzərinə doğrayıram. Biraz şüyüd və mən əlavə olaraq evdə qaynadılmış yumurtanın ağı var idi. Onu da üzərinə doğradım, israf olmasın deyə və qatışdırıram. Əslində bunun içdiyi üçün Holland pendiri lazımdır. Mən Holland pendirini çox sevmədiyim üçün içliyini lablə ilə əvəz etdim və yağlı kağızın üzərinə toyuğun sinətini belə əlavə edirəm. İçərisinə içliyi doldururam və yağlı kağızı bu şəkildə bükürəm, yəni kotlet forması verirəm və üzərinə də yumurtanın sarısını əlavə edib sobada 250 dərəcədə hardasa yarım saat 40 dəqiqə bişirirəm. İnanılmaz ləzzətli bir yemək alınır. Yəni gündəlik ləzzətli yaz aylarıdır. Fərqli nəsə bişirmək istəyirsinizsə, sizə mütləq bunu hazırlamağı məsləhət görürəm. Hətta böyük oğlum belə bəhbəhlə yedi. Adətən uşaqlar belə yeməkləri sevmirlər, amma çox bəyəndi. Hər kəsə hazırlamağı məsləhət görürəm. Nuş olsun.